Əziz sürücülər, yəqin ki, bu yolu tanıyırsınız. Lökbatan istiqamətinə, yəni kənar dairəvi yoldan yeni Yasamal istiqamətində gedən yoldur. Bu yol bir tərəflidir. Yəni bu hərəkət hissəsində iki zolların ikisi də bir tərəfli təşkil olunub. Yəqin ki, bir tərəfli yolun son nişanını da burada görürsünüz. Baxın. Yəni bir tərəfli yol bu yol ayrıcında bitir. Burada bəzi sürücülər qayda pozur və bir neçə nəfərə də cərimə gəlmişdi. Bu yol haqqında istədilər ki, video çəkəm. Deməli, burada bir tərəfli yol bitir. İki zolağın ikisi ilə də hərəkət mümkündür. Tətbiq olunub yol ver nişanı və məcburi düzünə 4.1.1 nişanı. Yəni soldan gələn nəqliyyata yol verməklə hərəkəti düz istiqamətdə davam etdirməliyik və buradan sola dönmək qəti olmaz. Əgər bu nişanlama xəttlərini görürsünüz, yəqin ki, bu nişanlama xəttlərini görürsünüz ki, buradan hərəkəti düz istiqamətdə davam etdirmək lazımdır. Buradan sola dönmək qəti qadağandır. Əgər sola dönsək 40 manat cərimələnəcəksiniz. Bu videonu çəkməkdə məqsəd nədir? Sol zolaqla hərəkət edən sürücü nişanlama xəttini görür, düşünür ki, yol davam edir deyə sol zolaq hərəkətin davam edir. Və əgər yol ayrıcından sonra, baxın, bu istiqamətdə, bu avtomobil gələn istiqamətdə həmin zolaqla, sol zolaqla hərəkətinizi davam etdirsəz, sizə 150 manat 4 cərimə balı yazılacaq. Yaxşı olar ki, sol zolaqla hərəkət edirsinizsə, yol ayrıcından sonra sağ istiqaməti tutun. Çünki bu yol ayrıcından sonra davam edən yol iki tərəfli, yəni iki istiqamətli yoldur. Orada nişan görürsünüz, 1.19 xəbərdarlıq nişanıdır. Bu nişan düzgün yerdə tətbiq olunmayıb. Bu nişan tətbiq olunmalı idi. Baxın, təxminən 50-100 metr arxada qoyulmalı idi. Yəni bir tərəfi yolun sonlarına doğru qoyulmalı idi ki, sürücünü xəbərdar eləsin ki, sürücü qarşıda iki tərəfli, yəni iki istiqamətli yol başlayacaq. Və xəbərdarın nişanlarının təyinatında yazılıb ki, xəbərdarın nişanları aid olduğu yerdən öncə qoyulmalıdır. Yaşayış məntəqəsi daxilində 50-100 metr öncə, yaşayış məntəqəsinə kənar yollarda isə 150-300 metr yüksək sürəti nəzərə alınır, daha aralı məsafələrdə qoyulur. Amma bu nişan tətbiq olunmalıdır təxminən orada. Sol zolaqla hərəkətinizi davam etdirirsinizsə, sağ istiqaməti tutaraq hərəkəti davam etdirmək lazımdır. Sol ilə, ola bilər orada avtomobillər olmasın, boş olsun, sol hərəkət eləsəniz, ən pisi toqquşmalarla nəticələnə bilər. Sonra ən yaxşısı deyək, yol patrul xidməti yaxud kameralar vasitəsilə sizə nə az nə çox 150 manat 4 cərimə balı yazıla bilər. Və buradan sola dönmək qəti olmaz. Həm nişanlama xətti, həm yol nişanı sola dönməyə qadağan edir. Yəni bu yol ayrıcını tam keçdikdən sonra orada U dönüşü eləyib gəlib bura daxil ola bilərsiniz. Çünki bu nişan deyir ki, bu kəsişməni düz istiqamətdə keç. İki tərəfli yolun başlanğıcında 1.19 nişanı qoyulmağı düzgün deyil. Bu nişan çəkilməlidir, bir tərəfli yolun sonlarında qoyulmalı idi. Təşəkkür edirəm.